Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Deməli, bir təxmini bir il öncə bir ailəyə gəlmişik, yəni ailəyə gəlmişik. Deməli, bir bacımız övladıyla burada kirayədə yaşayırlar. Evin şəraiti olduqca çox yaxşı deyil həqiqətən də. Bu video üzərində görəcəksiniz Allahın izni ilə. Evdə ümumiyyətlə su sistemi yoxdur. Bacı qazanla gətirir, suyu isidir. Paltarını elə yumağa çalışır və digər işləri görməyə çalışır. Evin içərisində də yəni ki şey yandırır da, odun peçi yandırır. Allahın izniyle şeydir. İnşallah ki əsas burada nədir? Bacı ən çox nəyə ihtiyacınız var demişdi uşağına bağlı? Uşağın yazda qinas paltarları da ikinci el olsa da heç nə olmaz yəni. Yox, inşallah ikinci el olmaz ama Allahın izniyle neçə yaş var uşağın? 7. 7-6. 7 olacaq yəni bir. Ələm hə? 6-7 yaş uşaq üçün, oğlan uşağı üçün kimsə paltar verməksə çox sevinərik. Balamız da budur maşallah. Gələcəyin Allahın izniyle ilgilidir, gələcəyin zabitidir, gələcəyin əskər olacaq Allahın izniyle. Evin şəraiti vapşa sıfırdır. Bacı, bak burada qazın üzərində qazan qoyub, suyu qızdırır. Burada yuyur, sonra əllərindən boşaldır. Yəni evin içindən su gəlmir, suyu gelib qıraqdan gətirib, burada isidib yumağa çalışır Allahın izniyle. Əgər kimsə istəsə ki, bu evə su təşkil eləməyi, ani su qızdırıcısı, məsələn, pitnikadır, təşkil edən olsa, su sistemini öz üzərinə götürsə, su çəkmək üçün bura, bu nə qədər kirayə verirsiniz? Köhnə ev deyən heç bir şərait yoxdur. Bu zaten görünürdə şəraiti vapşa 60 sıfır. manat verir. 60 manat da kirayəsi verirəm, elə bunun kommunalı da var. Hər şey bizdədir. Hər şey sizdədir. İşıqıdır, qazıdır, hər şey bizdədir. Aydındır bacı. İndi bu ərzağı da gətirmişik. Bir dənə ki açıqlama vermək istəyirəm qardaş Allahın izniyle. Hamı da bizə deyir ki, qardaş, ət niyə qoymursunuz, ət niyə qoymursunuz? Allah'a həmd olsun qardaş, ət də var bunun içərisində. Yəni ətdən tutmuş, Allah'a həmd olsun, hər şey var qardaş. Ət də göstər qardaş bax, ət də var. Nə lazım saçdan tutmuş, Allah'ın malokosuna qədər də, maloko deyək. Hər şey var. Yəni bax yumurtanı da göstər qardaş Allah'ın izniyle. Elhamdülillah bax. Yumurtasına qədər, sanitariya məhsullarına qədər nə lazımsa hər şey var. Əgər siz də bu ailəyə yaxından dəstək olmaq istəsəniz Allahın izniyle kart hesabı paylaşacağıq inşallah. Bu ailə yaşayır Katekda, Qayvalı qəsəbəsi, Qayvalı küçəsi adlanan ərazidə, orada yaşayırlar. İnşallah biz yenə də çalışacaq yanımıza gəldiyi qədər ən azı balamıza paltar verək. Allah malzəməni üçüncə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.